Əgər siz bunu bir narsistdən istəyirsinizsə, ona müraciət edirsinizsə, onda sizi nə gözləyir? Tutalım, sən öz dərdindən danışırsan, öz problemindən danışırsan, o öz problemindən başlayacaq danışmağa ki, məndə bəs bilirsən nələr oldu, nələr başıma gəldi. Yəni fokusu sənin üzərindən çəkəcək, sənin probleminin üzərindən çəkəcək öz üzərinə və başlayacaq sənə özü şikayət etməyə. Yəni sən qalacaqsan arxa planda vəssalam. Ya da ki, deyəcək, əşi, sənki də problemdir, sən də gör nə üçün ağlayırsan. Yəni ki, bilirsiniz ki, bu sözlər insana heç bir təsəlli deyil. Eşitməzsiniz ki, anlayıram, çox ağırdır, çox çətindir, asan deyil. Nə zaman istəsən, yenə oturaq, biz danışaq. Haçan istəsən, mən sənin yanındayam, dəstəyəm. Düzdür, əzizini itirmək heç də asan bir şey deyil. Səndə elə bir hiss yaradacaq ki, yəni sən özü belə ağılsız, hər bir mənasız olan bir şey güya məna yüklüyürsənmiş. Yəni ki, burada heç tutalım ki də, yəni sən biraz tutalım ağıllı olsan, heç bunu dərd eləməzsən, onun kimi çıxır bu insanların dəstəkləri. Zarafata da sala bilər. Yəni həqiqi mənada sizin üçün çox ciddi, önəmli olan bir mövzunu o cür zarafatla yanaşa bilər ki, yəni sizin yara ilə gəlmisiniz, problemlə gəlmisiniz, daha da çox yaralana bilərsiniz. Narsist nədən bu dəstəyi verə bilmir? Bəs səbəb nədir? Empatiya yoxsulluğu var. Özünə lazım olanda o dəstəyi heç vaxt verə bilməyib. Özünə verə bilməyib. Niyə? Çünki o dəstəyi ən yaxın, onun üçün emosional, duyğusal, vacib olan əzizlərindən yetərincə heç vaxt düzgün şəkildə almayıb. Evdə bişməyib, qonşudan gəlməyib. Yəni ki, bu bunda yoxdur. Bunu necə edirlər? Bu anlayış yoxdur. Narsist əksər zamanlarda nə edir? Özü çətinə dara düşəndə, məsələn də vurub, dağıdıb, sındıra bilər, kimlərisə şərləyə bilər, kimlərisə böhtan ata bilər, zərər vura bilər, ümumi, yəni ki, maddi, mənəvi, hər cür zərər vura bilər. Yəni o öz daxildəki neqativ emosiyalarla bu cür baş edir. Sonra tutalım burada içki, müxtəlif narkotik maddələr məsəl üçün bu hisslərin içindən çıxa bilmir. Özü onları necə idarə etsin, necə dindirsin. Narsist hər kəsə saxta kimi baxır. İnsanların səmimi elədiyi bir çox şeylərə də çox zaman saxta baxacaq. Çünki özü hər zaman müxtəlif obrazlardadır. Narsist dəstək verə bilmir. Niyə? O demək deyil ki, istəmir. O deməkdir ki, bacarmır.